Samir Usta, salam aleykum. Salam Tofiq, xoş gəlmisiniz. Necəsən, nə var nə? Sağ ol, Allah'a min şükür. Samir Usta, mən üçün nəsə pişir də, pomidor yumurtadan zatdan nəsə. Mənim gözüm istəyir. Sən hansı pomidor yumurtanı istəyirsən? Bizim pişirdiyimiz Fərqi yox. sifariş olunandan. Adi olsun, pomidor yumurta. Sən keçmişdə nənələrimiz eləyən pomidor yumurtadan pişir. Soğan Davay, doğurması ilə. davay. Ürən istəyir. Davay, bir soğan dənə. xoşlayırsan. Allah xoşlayaram 100%. Getdik də onda. Getdik birinci soğanımızı doğrayaq. Sən eləyirsənsə 100% olacaq. Yəni biz hamını salamlayırıq. Bizə tamaşa edən bütün müştəriləri, bizə tamaşa edənləri, həci sevərləri, sonra meydan sevərləri hamısını alqışlayırıq. Kim bizi izləyir və yollarını da gözləyirik. Tofiq, sənin üçün elə pomidor yumurta eləyəcəyik ki, sən ləzzət alacaqsan da yeməkdən. Bu hər pomidor yumurtanın içində soğan olar, Yox, yox, bunu sənin üçün eləyirəm. Bəli. Keçmişdə mənə yadıma gəlir ki, Sovet vaxtından danışaq. Yəni pomidor yumurtanı soğanla qoğurardılar. Soğanı qoğurardılar, pomidoru vurardılar içinə. Sonra da üstünə yumurta. Yəni belədir. Özü də ərinmiş yağla. Bu yağ da bizə Ağcabədidən gəlir. Eyşən qardaşımız göndərib. Nə yağıdır ki bu? Təmiz nehrə yağı. Nehrə yağı. Öz məhsullar. Yəni ona sən bir dənə qəşəng pomidor yumurta eləyəcək. Allahın köməkliyi ilə. Bu sən mənə bir sözlə, Samir Usta, bu ümumiyyətlə pomidor yumurta pişəndə restoranda bu yağını eləyirsiniz? Yəni bu pomidor yumurtanı bəli, biz ancaq kərə yağını eləyirik. Çünki tərəvəz kərə yağı ilə daha dadlı olur. Çox yerdə indi qardaşlar bağışlasın, bütün aşbaz heyətləri, yəni deyək ki, çalışırlar. Onlara sifariş gələndə pomidor yumurta, o işin ən elə vaxtında gəlir ki, hamı əsəbləşir. Kebabçıların da ən incə yeri kartof quyruqdur. Kebabın o isti orta vaxtında onlara sifariş gələndə qızıq tuturlar. Hamı bilir. Bilirəm, öyrəşməmsən kameraya. Ya problem yoxdur, Tof. Tak, nehrə yağı, ha? O nehrə yağı, sən gözünün qabağında atıram. Özün görəcəksən ki, bu necə səs çıxardır. Ümumiyyətlə, hər bir yeməyin özünün səsi var da. Səsi var, hə. Bilirsən də, hər yemək bir cür səs çıxardır. O səs də, özün bilirsən ki, həm dad effekti verir, həm də pişir ki, hansı yemək pişir. Bax, Tof, sənin üçün. Soğan getdi. Soğan getdi tavaya. Amma şəhərdə pomidor yumurta verəndə restoranlarda soğan olmur da, düzdür? Yox, adi qaydada, yəni çox yerdə mən deyim də, yəni mətbəxdə nə baş verir? Hamı bu ilə maraqlanır. Çox yerdə pomidoru pişirirlər. Yəni o pişir, bir müddət sonra onu yağın vururlar, hazır şəkildə olur. Elə yerdə var ki, pomidoru götürürlər, qabığını soymamış pişirirlər və yaxud törkadan keçirdirlər bunlar. Amma mən sənə, Tofiq, elə bir pomidor yumurta eləyəcəm, bunun qabıqlarını soyacaq. Bu da şəmkir pomidordur, bildiyimiz şəmkir pomidor. Yəni ürəyin istəyir, Bakı pomidorundan da eləyə bilərəm. Hansı ürək istəyir? Sözün axşam çıxmır. Necə məsləhətdir? Hansı yaxşıdır? Seçim sənindir də, yəni Bakıda yaşayırsansa, Bakı pomidoru yeməlisən. Amma bizim Bakı pomidorları özümsən zirədir. O biraz pomidor yumurtaya gedmir də. Mən sənə şəmkir verəcəm ki, ətli olsun, sulu, dadlı, aromatlı olsun. Pomidorun da ki, qabığını soyacaq. 100%. Yəni bu, hamı bilsin ki, pomidor yumurta meydanda belə pişirilir. İstənilən müştəri istədiyi, ona görə də çox adama qızıq verir bura. Nəyə görə belə eləyirik biz? Çox adam pomidor yumurta istəyəndə o bilmir də, yəni o mətbəxi görmür. Biz onu təmiz pomidordan veririk ki, yəni pomidorumuz da, yəni tağ pomidorudur da. Bu bütün müştərilərə elə ki, bütün müştərilərə biz belə veririk. Yəni orijinal söhbətdir, düzdür? Tərifləmək üçün demirəm, yəni biz belə veririk də. Yəni qardaşlar bilir ki, yəni təmiz pomidordan çıxan pomidor yumurta başqa cür olur da. Əla. Bizi izləyənlərin də yarısı Rusiyadır, Gürcüstandır. Hamını salamlayırıq. Azərbaycanda var. Hamını salamlayırıq. Yəni biz, yenə deyirəm, burada özümüzdən yenilik yaratmırıq. Sadəcə olaraq onu göstəririk, yəni xırdalıqlarını veririk. Elə vaxt olur ki, pomidoru tuturlar konservləşdirilmiş şəkildə təmiz pomidoru. Ondan da eləyirlər. Eşitmişəm. Amma mən yenə deyirəm də, bizim ölkəmiz elə bir yerdə yerləşir ki, bizə turistlər gəlir, qıraq vətəndaşlar gəlir. Onlar maraqlanırlar da. Yəni Bakı pomidoru üçün özünüz biliyorsunuz ki, istəyir Rusiyada, istəyir xaricdə böyük bir rəğbət var. Həm də tanınır. Biz hələlik sən soğanı qoyuruq qırağa, Tofiq, ki yanmasın. Pomidorumuzu hazır edib vuracaq soğan üçün. Amma belə fikirləşəndə insanlar düşünür ki, pomidor yumurta
nədir ki, adi bir şeydir. Bir Adi- dənə pomidordur, bir dənə yumurtadır. Ya, adi bir şeydir. Amma hər kəs onu Müştərilərin hamısını biz nətər deyirlər, salamlayırıq nəyə görə? Yəni bizim cəmaatımız dadlı yemək xoşlayır da hal-hazır. demək istəyirəm, hər kəs onu yaxşı bişirə bilmir. Hə? Hər kəs biz hərə bir cür bişirir. Yəni hamıya da biz hörmətlə yanaşırıq ha. Kimin bacarığı nədirsə onu da qoyur da süfrəsinə. Yəni Allah hamının ruzusunu, bərəkətini versin. Biz də onun içində. Bu pomidor yumurtanı verəndə bu hamı sevir də. Bunu deyə bilərəm ki, xaricdə bunu omlet şəklində verirlər pomidorla. Amma bizdə pomidor yumurta qoyulub adını. Bunu da nəyə görə belə xırdaçılıq eləyirəm, izahımı verirəm. Ümumiyyətlə, istənilən insana yeyəndə çörəyini batırır yeri, bu isti çörəklə ha. Onda hiss edir ki, bunun dadı, ləzzəti nədir? Biz sənə indi elə bir pomidor yumurta verəcəyik ki, Tovi, sən pomidor yumurtadan ləzzət alacaqsan, həqiqətən. Özü isti təndir çörəyi ilə. İndi mən sənə video çəkirəm. Bax, burada 100 var. Bu videonun altında yazacaqlar. Bu Samir Usta niyə əlcək giymir? Mən əlcəyin izahını keçən dəfə verdim. Hə, onu paylaşmışıq. Biz onu paylaşmışıq, TikTokda, Instagramda. Yəni, ay cəmaat, ay millətimiz, bizim nənələrimiz, sonra analarımız yeməyi əllə pişiriblər də. Əllə də yedizdiriblər bizi də. Yamşaq olmuşuq da hamımız. Yəni, əsas... Yəni, bizdəki power, özü də bilirsiniz ki, 3 dənə sənət var ki, o da Allahdan gələn bir şeydir. Hər adam aşpaz ola bilmir. Allahdan gələn sənət bir budur, bir həkimlikdir, bir də hakimlikdir. Yəni, bunu sizə izah edirəm, mənə də deyiblər. Ona görə də mən sizə verirəm bunu, izahını. Ona görə burada işləyən adamların həm əli təmiz olur, həm qəlbi təmiz olur, həm ruhu təmiz olur. Pişirdiyi yeməklərdə yəqin ki, göz qabağında da, yəni bura gəlib bizi heç kim pisləmir. Pisləmirsə, demək biz düz yoldayıq da. Soğan qızardı, bax, tuzunu vururam bunu. Bilirsiniz ki, soğan qızarana yaxın duzunu vururlar. Əvvəldən vuranda soğan ölür. Ona görə də biz bunun duzunu vurduq. Pomidorunu atdıq. Ətrini görürsən, hiss eləyirsən ətrini. Səsini necə? Hiss elədim, hiss elədim. Meydandasan, ha? Həci haradadır? Həci müştərilər çağırıb. Özün bilsən də, həci müştərilər hamısı həcinin başına yığılır. Yəni, biz də onun yanındayıq, söz yox. Biz də onun başına yığılmışıq. Allah hamının ruzusunu versin. Həci həmişə meydandadır. Müştərilər baxmayın da, yəni qabaq hər hansı bir obyekt işləyəndə aşpazın adına gedərdilər. Burada da bizdə həcidir də, yəqin ki, gələn onun adına gəlir. Biz də onun başındayıq, biz də onun başına yığılmışıq. Həci meydanda. Sən də bizim qardaşımızsa, yəni pişirdiyin yeməkləri reklam verirsən, sənə də salamlayırıq. Əziyyətini halal elə. Düzdür, indi qış pomidoru olduğuna görə rəngi o qədər çıxmır. Amma düzələcək. Yəni, mən buna sənin üçün içinə reyhanda vuracam. Xoşlayırsan, aromatlı göyərti. Reyhan, hə. İmən reyhanı xoşlayır. Biber necə, xoşlayırsan? Biber? Hə. Xoşlayır, amma pərəvəzdir. Reyhan vuraq, biber, yoxsa ikisindən də. Səndən məsləhətdir. Mən reyhan vururam, biber o qədər xoşlamıram. Hə. Biberi tərəvəz şəklində, yəni sadə yemək daha lezzetli olur. Öz bildiyin kimi elə. Öz bildiyin kimi. Bir də Tofi, bunu doğruyu vuracam. 2 dəqiqə sənə pauza verəcəm. Uşaqların göstərdiyi, gördüyü işləri də sənə göstərəcəm. Bax, reyhanı da vurduq içinə. Necə deyirsə, elə də eləyək. Yumurtamız da hazır. Neçə dənə yumurta? Hava 2 dənə yumurta. 2 dənə Bir yumurta. dənə vurum sənə. Yox. Mən prosta baxdım görüm. Bir dənə də yağ atım da sənə. Qoy yağlı bağlı olsun. Hansı yağdır bu? Bu kərə yağı. Kərə yağı. Kərə yağı. Ərinməmiş. Biraz ona qəşəng yağ əladı versin. Bizim Tural qardaşımız bunu qəşəng qarışdırır. Bu pişərəyə yaxın mən sənə bəzi prosesləri də göstərəcəm ki, hal-hazırda bizim mətbəximizdə nə baş verir. Bizim balaca qardaşımız var. O da bax, sacı yığıb hal-hazırda. Sacı göstərə biləriksə göstərək Tofiq. Sac. Bu hansındandır? Kuzu sacı. Aha, okey. Tofiq baxırsan. Bax, bu yağ da əridir. Əridir. İndi mən sənin üçün bir dənə kəpkür götürüm ki, bu yumurta rahat süzülsün pomidor yumurtaya. Buna da duz vururam. Aha, qəşəng. İndi yumurtamızı da vururuq, bax belə. Texnologiya, bu niyə belə eləyirsən ki? Bunu nənələrimiz belə eləyib. Biz də onlardan görmüşük, götürmüşük. Yumurta hər tərəfə eyni qaydada, bərabər qaydada səpələnir. Ruslar demişkən, ravnomerna. Söz, eyni qaydada. Bu da bax, pomidor yumurtamız. Demək olar ki, hazırdır, Tofiq.
Buna indi bir dənə qapaq qoyacaq. Bir dənə qapaq verərsən uşaqlar. Pomidor burada yumurta ilə birləşəcək. Sənin üçün gözəl bir yemək olacaq. Ver onu qabağdakı. Aysan. Bu 2 dəqiqə qaldı bəs eləyəcək tofu. Bağlayayım ağzını tofu, yoxsa? Necə ürək istəyir? Lazımsa bağla. Sonra qardaş, buna bir dənə sən bax, zəhmət olmasa, biz bir dənə bizim işlərimizi də göstərək mətbəxdə. Yəni, mən hamıya deyirəm, bütün müştərilər, bura həcim mətbəxidir və mən həmin işi idarə edirəm. Yəni, ola bilər ki, hamı sual versin, tofu yazsın ki, bəs həcə haradadır? Həcə buradadır, müştərilər çağırıb, müştərilər qonaqlarlandır. Yəni, hamı izah istəyir, hamı arxayın olmaq istəyir. Yəni, həcə meydandadır, hamı narahat olmasın. Bax, bu bizim lülələr, təmiz. Sonra keçək burada Sovetski balasının yanına, Rövşən qardaşımızın. Rövşən, kartof quyruq naran necədir, qardaş? Yəni, gündə 50 dənə də gəlsə vura bilərsən də. Rövşən qardaş, bax, indi bizə sifariş çıxıb da. Toyuq çıxıb, kartof quyruq çıxıb, lülə çıxıb. Bu nədir? Tikədir. Qan kebabıdır. Tikənin rənginə bax, tofi. Quzunu görürsən, marmelat deyə. Həcin sözü olmaz. Bax, budur. Bax, bu xan kebabıdır. Yəni, müştərilər buna yeyəndə bizə həmişə tərif gəlir də. Allah candan sağ etsin. Yediyi yeməklə hamısı. Bu da kartof quyruğumuz. Bu da piraşki olur pişəndən sonra. Bambıq kimi. Kim deyir piraşkidir. Yəni, burada qardaşımız da var ki, yəni bu lüləni vurmaq elə... Yəni, adi qaydada biz bunu 2 yerə bölüb veririk. Çox yerdə də bunu bütöv. Yəni, şişdən bütöv çıxarırlar. Yəni, bu vurulma qaydasıdır. Vurulma qaydasını bir dənə göstərsin qardaşımız. Qoy cəmaat baxsın ki, lüləni necə vurarlar. Bizim qardaşımız, kebabçı qardaşımız, hamı feyd edir, qoy biz də feyd edəyək. Sən bir dənə izah ver özün. Cəmaat maraqlanır. Lülə nədir, tərkibində nə var? Mən biyaqlarım ola bilər, düz deməyim. Əti sən vurmuşsan, izahını da ver. Sağ olun usta, Allah sizi var eləsin, Allah canınızı salamat eləsin. Həzi qardaşımızın da, sizin də. Biz burada ürəklə, canla, başla çalışırıq, müştərilərimiz bizdən razı geçsinlər. İşimizə can yandırırıq. Tərkibindir qardaşlara, müştərilərə. Valla ən baha qiymətə aldığımız quzu ətindəndir, o qiymətə aldığımız quyruqdandır, sözümüzə də başımızdan cavab deyik. Yəni bu lüləni dadını yeyən bilir. Gəlsinlər, yesinlər, dadına baxsınlar, başımızdan cavab deyik bu lüləyə. Sağ ol. Valla. Tofi, gedək pomidor yumurtamızın yanına da. Gedək. Az qoymuşuq səhərdən. Deməli, pomidor yumurta hazırdır. Tofi, çəkirsən? Bu da pomidor yumurta. Yəni, mən ona görə sənə deyim, yəni adam var yumurtasını az istəyir, eləsi var çox istəyir, eləsi var deyir pomidoru çox olsun, yumurtası az olsun. Hətta biz o lüləni pişirib bunun üstünə də qoya bilərik, yəni ürəyin istəyirsə, o da bir effekt verər. Yəni necə istəyirsən, sənə helənçi yeməyi çəkə bilərik, təqdim eləyə bilərik. Sənin üçün bir təndir çörəyi gətireyim, onu da çəkilişini eləyək. Bir dənə təndir çörəyini böl, bir dənə batır, dadına bax bizə. Çörəyi kəs, Tofiq. Çörəyi kəs. Mən özüm şəkilən deyirəm, hərdən bir lazımdır. Bu ASTV-nin verilişində var, aparıcılar kimi, onun kimi. Hələ buradan... Hələ tavadan öz dadını, o yemək sənin də onsuz da. Mən də səni idarə eləyəcəm ki, necə dadlı olur pomidor yumurtanın yemək. Deməli, bu pomidor yumurta tərkibində soğan da var, pomidor. Reyhan da var. Əsası reyhan da var, ən sevdiyim. Nehrə yağı. Nehrə yağı eşitmişəm, çox xeyirli bir şeydir. Bəh. Birinci yeyəndə dadını tutacaqsın. Nədir bu? Bunu da yeyən kimi dad effekti verəcək sənə. Texnologiyadır bu belə? Mən elə xoşlayıram, sənə də tövsiyə eləyirəm. Salfetka. Qəşəng. Ətri necədir, Tov? Qanlı oğlum. İstiydi, ağzım yandı. Əla, qardaşlar. Yəni, hər şeyin tamı gəldi. Tərəvəzlər. Hər bir şey. Əla bir şey daha. Adətən, pomidor yumurta adi bir şey gəlir də, yəni. Pomidor yumurta atırsan. Amma belə texnologiyanın çox əla bir şeydir. Heç bir şey. Görək, indi belə videoları bəyənsələr, like qoysalar və baxışı olsa, davam eləyərik. Davam eləyərik. Okey. Çox şeylər göstərərik. Siz də əgər belə video bəyəndinizsə, like zət qoyun, kommentariyada yazın. Biz də bilək, davam eləyək ya yox. Yəni, bundan başqa, ümumiyyətlə, nəsə başqa şeylər göstərmək olar da. Çox şeylər var. Çox şeylər. Nə istəyirsiniz? Maraqlı şeylər. Nə istəyirsiniz göstərmək olar. Ətdən, toyuqdan, balıqdan, yəni bildiyimizdən. Bizdə
satışda olandan, yəni çox şeyləri göstərmişik. Özünüz bilirsiniz ki, həci göstərib. Yəni biz də göstərərik. Elə şeylər var ki, maraq doğurur insanlarda və yaxud da çox yerdə o mübahisə yaradır, amma biz onu yüngül şəkildə izahını verərik, hamı da başa düşər. Yəni dadını yeyən bilir də, dadını yeyən bilir. Meydana gəlin, Həci meydanda. Bəli, nuş olsun amma. Çox sağ ol, Samir usta. Sağ olun, Allah hamınız olsun versin. Samir usta Neftçilər filialında olur ha, meydanda.